62. 62. Şolar, deməli, cümlə üzvlərinin əlavəsi. Yəni, qısa təkrar edən onu. Cümlə üzvlərinin əlavəsi nə deməkdir? Özündən əvvəl gələn üzvü aydınlaşdıran, konkretləşdirən, dəqiqləşdirən, sözə və yaxud da söz birləşməsinə nə deyirlər? Əlavə edir. Əlavəsi olduğu üzvdən tre və yaxud vergül, buna imtanas edirlər və yaxud da vergül yəni nəyi ayrılır. Orada işin əlavəni tapmaq üçün birinci addımımız nə olmalıdır tərzə? Neynəməliyik biz? Məsələn, cümləni oxuduq. Burada 62-ci sualda 62-ci sualda deməli, belə bir şey var. Deyir ki, başqa vaxt olsaydı təşvişi, yersiz həyəcanı onun gözündən qaçmazdı. Burada əlavə hanı? Yersiz həyəcanı. O ikinci gələn var. Bir növ əlavəsi olduğu üzrünə ədəbi dildə desək, qafiyələnir. Təşvişi, yersiz həyəcanı. Onu oradan birinci eləmək lazımdır. Çıxmaq lazımdır. Onda cümlə bu vəziyyətdə qalacaq. Başqa vaxt olsaydı, təşvişi onun gözündən qaçmazdı. Nə etməzdi? Onun gözündən qaçmazdı. Nə qaçmazdı? Təşviş. Nə? Hansı cümlə üzrü sualdır? Mübtədanı. Deməli, orada onun həyəcanı, yersiz həyəcanı sözü onun nəyidir? Əlavəsi. Deməli, burada nəyin əlavəsi olur? Mübtədanın əlavəsi olur. Oraya yazırıq biz bilək mübtəda. Çünki aşağıdakılarına A, B, C, D, Y ilə biz onu uyğunlaşdıracaq. İkinci cümlə Yasin. Bir an sonra neftçilər yeni, hər istifadə olmamış bir sınavına keçəcək. Əlavə hanı burada? Hər istifadə olmamış. İndi onu çıx, o cümləni oxu. Bir an sonra neftçilər yeni bir sınavına keçəcək. Aysın. Necə sınavdan keçirəcəklər? Nə zaman, nəyi, üsulu, hansı üsulu? Yeni üsul. Aydın oldu. Cümləni tam təhlil eləməyə ehtiyac yoxdur. Çünki bizim vaxtımız yoxdur. Bizə bir saat vaxt verilir. Orada 2 dənə mətin oxumalıyıq. Onu təhlil eləməliyik, yazmalıyıq. 10 dənə də qrammatika sualıdır. Biz onu oturub belə analiz eləməyə bizim vaxtımız yoxdur. Tez, sürətli bir şəkildə nə eləmək lazımdır? Cavab vermək lazımdır. Nəyin əlavəsi olur o? Yeni, necə? Töhəyin əlavəsi. Qabağına yazalım onu təhlil. Sonra, Seyha, 3-cü cümləyə bax. Nəhayət dayanabiliməyib qurula, atasının yanına yollandı. Hanı bu əlavə? Atasının yanına. Aydın, indi cümləni onsuz oxu. Nəhayət dayanabiliməyib qurula yollandı. Haraya yollandı? Buruğa yollandı. Nə olur o? Yer zəfliyi. Yer zəfliyi lazımdır. Zəfliyin nəyidir? Əlavəsidir. Rıza, sonuncu cümlə. Onun fikirləri mənim düşündüyümdən də dolaşır, yəni anlaşılması çətindir. Yəni anlaşılması çətindir. Aydın. İdini orada götürürsən, yoxsa götürmürsən? Əlavəyə qatırırsa qatırır. Onun fikirləri mənim düşündüyümdən də dolaşır. Aydın. Xəbər olur. İdi, imiş, isə, dır. Sonra şəxs sonluqlar. Harada varsa, deməli o cümlə üzvü nədir? Xəbərdir. Orada da ona heç sual verməyə ehtiyac yoxdur. Çünki yerində vaxtımız yoxdur. Xəbərdir. İndi aşağıdan baxın. Anı oxu görün. Hüseyin. Dərslə mübahisə etmək, yəni onunla sözləşdirmək nazım üçün əlbəşki deyildir. Bəli. Əlavə hanı burada? Onunla sözləşdirmək. Onunla sözləşdirmək. İndi cümlədə rəislə mübahisəyə girmək nazım üçün əlbəşki deyildir. Əlbəşki deyildir xəbər, nə əlbəşki deyildir, onunla sözləşdirmək. Bəli. Onu niyə görə bütöv götürdün? Tərkibdən. Tərkib. Afərin. Tərkib. Deməli, o tərkibsə, cümlə nə olur? Müftədası olur. Bunu deməli, anı verəcəm hara? Birə. Düzdür, onu uyğunlaşır. Emin ikincisini oxu. O təcrübən ən güclü daxili qüvvəsinin müqavimət göstərmək qabiliyyətini itirdi. İndi burada əlavə hanı? Müqavimət göstərmək qabiliyyətini. Qüvvəsini. Müqavimət göstərmək qabiliyyətini. Deyirəm, qaviyyət bir təşkil, oxşuyur ona. İndi onsuz o cümləni oxu. O təcrübən ən güclü daxili qüvvəsini İtirdi. Ne itirdi? Nəyi itirdi? Qüvvəsini. Nəyi sual? Təyini? Tamamlığını. Deməli, bu nə şeydir? Tamamlığını. Yuxarıda 1, 2, 3, 4-də biz tamamlıq nə eləmədik? Təsbit eləmədik. Heç birində nə eləmədik? Get. Sonra, Seliha, C. Bütün problemlərin söküyü vaxtında danışmamakta, təklikdə söz
Əlavə hanıdır? Tərkiblə susmaqdadır. Dır yoxsa susmaqda? Susmaqdadır. Hə, onu çıxanda dır gedir, yapışır hara? Danışmaqdadır. Hə, dır varsa o cümlənin nəyidir? Xəbəri deyib, bunu verəcəm hara? C-ni, 4-ə. Düzdür? Sonra Xədicə. Deyəsən oradan yataqxananın qabağına musiqi səsi gəlir. Orada yataqxananın qabağına. İndi onsuz o cümləni oxu. Deyəsən oradan musiqi səsi gəlir. Hə, deyəsən oradan musiqi səsi. Haradan? Zərfliyi, əlamızı, yer zərfliyi əlamızı. Yansın sonuncu da oxu, bunu da verəcək deməli hara? 3-ə. Sonra? İllər ərzində onunla yoldaşlar arasında böyük keçilməsi mümkünsüz bir uçurum yaranmış. Bəli. Keçilməsi mümkünsüz. Keçilməsi mümkünsüz. Ay sağ ol. Necə uçurum yaranmışdı? Böyük uçurum. Necə, nəyin sualı? Təyin. Deməli, o da olur? Təyinin əlavəsi olur. Aydın oldu. Şola, bizim indi məsələn var, bir dənə sualımız bu ola da bilər, olmaya da bilər. Aydın oldu. Buraxılış imtahanında. Yəni, bir mövzumuz var da, biz də artıq bundan sonra cümlə üzrünə həmcis üzvlərdir bu imtahanı inşallah keçəcəyik. Başqa məsələn şeylər var, dərslər. İndi buna bir daha da inşallah gələn illər ola bilər ki, yəni qaynaq. Amma orada bir diqqətli olmaq lazımdır ki, əlavə, o tre deyilən bir şey var, durğu işarəsi. Ondan sonra gələn nədir? Əlavədir. Amma onu çıxmamış, onu təhlil eləmir. Aydın olur. O bir də görürsünüz ki, tərkibin içində olur. Məsələn, deyirəm ki, mən kitabı, nə bilim, başqa bir cümlə. Mən Hüseyni, tre, dostumu görəndə çox sevirdim. Siz baxırsınız orada, Hüseyni çıxardırsınız oradan, dostumu. Deyirsiniz ki, bu kimi sualda cavab verir. Kimi də nəyə sualdır? Tamamlığı. A, cavablarını gəlsən, tamamlığı götürürsən. Onu cümlədən çıxardanda Hüseyni görəndə çox sevinir. Görəndə sevinir. Bu artıq nə olur? Tamamlıq olmadan da nə zaman sevinir? Hələ bir ki, feili bağlama tərkibinin içərisində aslı tərəfin nəyə olur? Əlavəsi olur. Bu yüzden onsuz da biz keçmişik. Onsuz da uzun yazıb eləmək istəmirəm. Daha mövfədə göstərmək istəmirəm ki, amma birinci işimiz, hər bir işin alqoritmi var, ardıcıllığı var. Cümlə qabağımıza gəldi. Siz təsdiq edərsiniz ki, orada əlavə var. Əlavəni birinci oradan çıxardır, sonra onu təhlil edirsiniz. Yaxşı. Keçək indi növbəti dərsimizə, yeni dərsimizə inşallah. Həmciz üzvlər. Həmciz üzvlər. Bundan çox yox uşaqlar, bir 3 cümlə yazdıracam. Çox yox. Söz bilirəm, çox olmayacaq. Bir dənə götürün, kitablarımızın axırında çox qeydlər var. Orada yaza bilərsiniz, qeydlər var. İstəsəz orada yaza bilərsiniz. İstəsəz o dəftər konusundakı test dəftər konusunda oraya yazarsınız. Həmciz üzvlər kimi də əlavələrin uşaqlar bircə də tərifi var ki, bircə tərifi. O tərifin içərisində 3 şərt var. O 3 şərtin 3-ü də ödənilirsə, deməli o cümlədə həmciz üzvlər neyil? İştirak edir. Yazın ki, deməli cümlədən eyni suala cavab verən bu keçən illəri 26 yıl, keçən 2005'də dində belə bir sual düşmüşdü. Mən onun uşaqlarına qeyd eləmişdim. Yəni, o vaxtın şagirdlərlə. Möhtərizdə bir dənə bu sözü yazır. Olmaya da bilər. Möhtərizdən bağlı. Mənim bu nədir? Bu istisna bir vəziyyətdə olur ki, həmciz üzvdür. Eyni suala cavab verir. Yəni, qaydası bu. Eyni suala cavab verir. Vergül. Möhtərizdən bağlı yazsız ki, olmaya da bilər. Vergül. Sonra. Eyni bir üzvlə bağlı olan. Eyni bir üzvlə bağlı olan. Eyni bir üzvlə bağlı olan. Vergül. Aralarında tabesizlik əlaqəsi olan üzvlərə
Həmciz üzvlər deyilir. Həmciz üzvlər deyilir. Bunu nəyə görə yazdırıram? Çünki bu tərif orada çoxdur, təfsilatı ilandır. Amma bizə lazım olan var. Siz burada dilçi yetişmirsiniz ki, əsas sizə ki, testdə bunu nə edə bilərsiniz? Tapa bilərsiniz. Bu birinci cümlə. Son arxasına yazın ki, həmciz üzvlər arasında və ya həmciz üzvlər belə yazın, həmciz üzvlər arasında sözü yazın. Həmciz üzvlər gah intonasiya ilə intonasiya da vergül demək uşaqdır. İntonasiyanın mənası vergül. Gah intonasiya ilə vergül, gah da tabiəsizlik bağlayıcıları ilə bağlanır. Gah da tabiəsizlik bağlayıcıları ilə bağlanır. Oldu neçə cümləmiz? İkinci cümlə. Söz vermişik də 3-4 cümlədən artıq ola bilməz. Üçüncü cümləmiz, yazın ki, cümlənin bütün üzvləri həmciz ola bilər. Bütün üzvləri, sözləri. Söz həmciz olur, üzv həmciz olur. Bütün üzvləri həmciz ola bilər. Bu üçüncü cümlə. Bir dənə orada indi o şey yazdıranda təyinlər var. Onlar da qeyri-həmciz ola bilərlər. Dördüncü cümlə yazın ki, yalnız təyin qeyri-həmciz də ola bilər. Qeyri-həmcizlər ola bilər. Qeyri-həmciz sözü dəstə yazılır. Mürəkkəb sözdür. Qeyri-həmciz ola bilər. İndi nümunələrdə baxaq görək nə? Bəsitlərdən başlayaq, sonunda baxaq görək. Məsələn, deyirəm ki, Əli, Vergül, Vəli və Məmməd kinoya getdilər. Baxın, Əli, Vəli və Məmməd kinoya getdilər. Cümləni təhlil edəndə nə etdilər? Getdilər. Kim getdi? Əli getdi. Kim getdi? Vəli getdi. Kim getdi? Məmməd getdi. Haraya getdi? Kinoya. Buna şimdi sor. Tərif neydi? Eyni suala cavab verir. Kim? Düzdür. Eyni üzvlə, sözlə bağlıdırlar. Əli getdi, Vəli getdi, Məmməd getdi. Bərabər hüquqlular da. Kimsə burada deyə bilməz ki, Vəli sözü təkcə burada mübtədadır. Eyni vəziyyətdə, eyni hüquqda, ona görə də bərabər hüquqlu. Necə ki, siz bərabər hüquqlusunuz, aydın olur, birinizin o birinizdən bir üstünlüyü nədir? Yoxdur. Burada da Əli, Vəli və Məmməd sözləri, üçü də bu cümlənin nəyləridir? Həmciz mübtədalardır. Eyni suala cavab verirlər, eyni üzvlə bağlıdırlar, bu yaddan çıxmasın və aralarında mən elə nümunə vermişəm ki, vergüldə var, intonasiyada var, ceyda var, tabiəsizlik bağlayıcısı var. Məsələn, deyirəm ki, başqa. Tutaq ki, Rasim evə getdi, vergül. Amma qardaşını görmür. Bunu bu arada yazın sizdə. Qardaşını görmədi. Rasim evə getdi, amma qardaşını görmür. Cümlənin neyinə lazımdır? Təhlil edir lazımdır. Düzdür. Cümlənin təhlilinə, amma bu cümlə tam təhlil olunmalıdır ki, artıq zaman müddət keçəndən sonra üstündə sən artıq birbaşa deyə bilərsən ki, bu cümlənin mübtədası, xəbəri, tamamlığı, təyin nədir? Həmcizdir. Amma işin ilkin mərhələsində bunu eləmək lazımdır. Təhlil etmək lazımdır. Nə etdi? Getdi. Kim? Rasim bir nədir iş görür. Qardaşını eləməyib. Görmədi. Düzdür. İndi bana fikir verin. Getdi. Nə etdi? Görmədi. Nə etdi? Eyni suala cavab verdilər. Rasim getdi. Rasim görmədi. Eyni üzvlə bağlı oldular. Bərabər oldular. Və aralarında nə var? Tabiəsizlik bağlayıcısı. Deməli, bu cümlənin xəbərləri nədir? Həmcizdir.
İndi burada deyə bilərəm, qardaşını tamamlıq, nə bilim, haraya, evə, və s. O zərfli işdə bu tamamlıq. Bu cümləni xəbərləri nədir? Həmsizdir. Sonra başqa bir dənə cümlə. Məsələn, deyirəm ki, yadıma düşəndən, indi şəhərdə, kənddə qaz var. Qaz məişətdə işlətilirsiniz. İndi şəhərdə də, kənddə də qaz var. Xədicə, demək olar burada hamısı cümlə üzrlər səncə həmcinsdir? Düzəltmişlər həmcinsdir, bəli. Eyni suala cavab verirlər. Şəhərdə də, harada? Kənddə də, harada? Şəhərdə də var, kənddə də var. Aralarındadır ki, dadə, nə bağlayıcı, iştirak bağlayıcı, tabeslik bağlayıcıları qarşılaşdırma, bölüşdürmə, iştirak bağlayıcılar. Bu bağlayıcılar burada iştirak edir. Deməli, bu cümləni zərflikləri nədir? Həmcinsdir. Var, qaz. Nə zaman var? İndi. İndi, məsələn, şey var, indi şəhərdə. Bu da zərflikdir, bu da zərflikdir, düzdür. Mən indi buna şeydə həmsiz deyə bilərəm. Eyni suala cavab vermirlər. Bəli, bunun arasında vergül də yoxdur. Yəni, bunlar bərabər hüquqlu deyirlər. Düzdür, indi var, şəhərdə var. Amma bizim neçə dənə şərtimiz var deyil? 3 şərtimiz. Eyni suala cavab verəcək, eyni üzümlə bağlı olacaq və aralarında intonasiya, yəni vergül və tabeslik bağlayıcısı eləməlidir. Bağlayıcısına biri ola da bilər, olmaya bilər. Amma ikisindən biri olmalı. Ya onlar tabeslik əlaqəsi var da, biz dedik ki, sintaktik əlaqənin 2 növü var, tabeylik əlaqəsi. Hansı ki, sözdə birinə əlaqələnir, düzdür. Onu məsələn, elə bir dənə bir vəziyyətə salırlar ki, o qaydanı. Biz artıq bir dənə orada tabeylikdə bir dənə şey keçirisindən, uzlaşmalar. Məsələn, qaz var, mübtəda xəbər. Burada indi var, yanaşma. Kənddə, şəhərdə var, idarədir. Bu bizə lazım deyil. Əli yaxşı ki, o qaydanı edirlər, çıxardılar. Əlaqələnən sözlər bir-birindən edir, tabeylik əlaqəsinə girir. O sözlər ki, o üzvlər ki, bərabər hüquqlulla birinin o birindən üstünlüyü yoxdursa, onlar demələndirlər, həmisi üzvlərdir. İndi bir dənə bir cümlə yazırlar. Məsələn, deyirəm ki, məndən yaşıl qələmi və qırmızı pozanı istədi. Sizcə burada nələr həmsizdir, amma tələsmir. Qaydanı tətbiq eləmək lazım. Məsələn, bəzi şeylər var ki, onu məntiqlə tapırsan. Amma burada sən qaydanı, o 3 şərtdən ibarət olan qaydanı tətbiq edeyim bölgədə. Mən burada yaşadım. Yox, onlar zaten söz birləşməsində parçalanır. Qələmi ilə pozanı tamamlıqdır, yaşıl qırmızı təyindir. İkisini bir yerdə götürə bilməzsən. İndi mənə konkret deyil. Bu cümlələr hansı üzv və ya üzvlər həmsizdir? Üzv olsa üzvlər olur. Qələmi və pozanı. Hüseyin, yaşılla qırmızı ola bilər burada. Ola bilməz. Niyə ola bilməz? Çünki yaşıl qələm tamamlığına aiddir. Qırmızı isə pozan tamamlığına aiddir. Amma buna baxın, qələmi istədi, pozanı istədi. Deməli, bunun tamamlıqları nədir? Tamamlıqları, həmsizdir. İstədi xəbərlər bu arada. Kimdən? Məndən tamamlıq. Kim? Emin. İndi, desək ki, təyin. Eyni suala cavab verirlər və yaşıl necə, qırmızı necə? Eyni suala cavab verilir. Birinci level'ı keçdi. Gəldi ikinciyə. Aralarında vəd var, deyil mi? Burada vəd var. İkinci addımı da attı bu. İkinci mərhələni keçdi. İndi gəlir bu üçüncüyə. Yaşıl qələmə aiddir. Qırmızı isə nəyə aiddir? Pozana aiddir. Deməli, bu cümlənin yazın qabağındakı tamamlıqları həmsizdir. Təyinləri həmsiz deyil. Çünki elə bir şeyə də vaxt qalsın, mətnə şey deyək. Yoxlayaq.
Çünki burada bu durğu işarələr də var. Onun növbəti dərsimizdə inşallah keçər. Hə. Məsələn, deyirəm ki, xurmayı verir ki, uzun saçlar qıza çox yaraşır. Yaraşıqlıdır. Xurmayı uzun saçlar qıza çox yaraşır. Hə, Emin, cümlə. Səncə nədir burada? Yəqin ki, sən burada bu verikizat olan yer var ha. Yenə də bizim vaxtımız yoxdur uşaqlar. Biz bu tez baxmalıyıq. Xurmayla uzun daha istəyirəm. Vəssalam, uzun, niyə gedirsən ki, kənara? Hə, istəyirsənsə bunu tam təhlil etsək, yaraşırdır. Nə yaraşır? Saçlar. Hansı saçlar? Xurmayı saçlar və bu saçlar həm də necə saçlardır? Uzun, vəssalam. Kimə yaraşır? Qıza, nə qədər yaraşırdır? Çox. Təhlil bu cümlədir. Bu cümlənin təyinləri nədir? Həmsizdir. Necə saçlar? Xurmayı, necə saçlar? Uzun. Eyni suala cavab verdi. Eyni üzvlə bağlı olduğu və aralarında da vergül nədir? Var. Təyinlər nədir burada? Həmsizdir. Bu cümləni də yazın. Bu ilk 3 cümləni silə bilərəm uşaqlar. Bitirdik. Uşaqlar qeyd etdik ki, bir dənə orada son bir şeydir. Həmcinslər nə ola bilər? Təyinlər də nə ola bilər? Qeyri-həmcins ola bilərlər. Düzdür. Bir dənə də təyin var. Həmcins ola bilər və onlar sonuncu cümlə var. Xurmayı uzun saçlar qıza çox yaraşır. Bunlar nədir? Həmcins təyinlər. Orada bir dənə belə bir cümlə yazın. Yazın ki, qeyd etdiyimiz kimi təyinlər qeyri-həmcins də ola bilərlər. Mübtəda xəbər tamamlıq ola bilməz ha. Bir dənə təyinlər qeyri-həmcins də ola bilərlər. Qeyri-həmcins ola bilərlər. Fərq ondan ibarətdir ki, bir cümlə deyəcək. Fərq ondan ibarətdir ki, onların arasında hər hansı bir bağlanma vasitəsi olur. Hər hansı bir bağlanma vasitəsi olur. Buna çoxlu şeylər işləmişik, nümunələrimiz var bizim uşaqlar. Yəni yazmışıq, arada demişəm sizə uşaqlarında bunlar qeyri-həmcinslər. Bağlanma vasitəsi neyəmdir? Bax, yenə də təyinlərlər eyni suala cavab verilir. Eyni üzvlə bağlı olurlar, amma bir dənə onların arasında vergül və yaxud da bir dənə bir bağlayıcı neyə bilmirsən, görə bilmirsən. Məsələn, deyəm ki, o daş, bina bizimdir. Necə təhlil edərsiniz bu hədisə? Bizimdir, nə? Bizimdir, nə bizimdir? Bina. Hansı bina? Daş bina. Daş bina, hansı bina? O bina. Əlimlə göstərəm ki, o daş bina kimdir? Bizimdir. Buna baxın, o bina, düzdür, daş bina. O bina, daş bina. Hansı bina, hansı bina? Eyni soruda cavab verir. Bir dənə bunların arasında vergül və yaxud da o və başqa zat eləyə bilmərik, deyə bilmərik. Deyə bilsəydik, bəlkə də bunlar nə olacaqdır? Həmsiz təyin olacaqdır. Aydın oldu. Bax, bunlar yaza bilərsiniz ki, qarşısına ki, bu cümlənin tamam təyinləri qeyri-həmsizdir. Qeyri-həmsizdir.
mövzu tam bitmədiyinə görə orada durğu işarələri var, ixtisarlar var. Yəni vaxtına asılığından ona görə deyirəm. Topluluqdan evə tapşırıq verməyəcəm. Mətin verərəm, yazarsınız, zaten sabah dərsiniz var. Orada izah edirəm, 5-ci gün, 1-ci gün üçün tapşırıq verərəm. Aydın oldu, yaxşı. Bu qrammatik. İndi gəldiyi mətinlər isə. Mərc. Mətnin adı nədir? Mərc mətni. Düzdür. Mətndə oxudunuz və amma mətni oxuyub, tapşırıqları da neyləmişsiniz? Yazmışsınız. Bu mərc mətni üslubi olaraq, düzdür, üslubiyyat 11-ci sinifin mövzusu olsa da, biz yəni məcburuq ki, artıq 11-ci sinifin şeyini keçək. Çünki çatdıra bilmirik. Uşaqlar 11-ci sinifdə o çətin mətnləri görürlər, biraz çətinlik olur onlar üçün. Ona görə də bu çətinliyə indidən çekirdilər ki, haradasa bu mətndə 65 sınav var, 65-dən çox 71 sınavdır. Hansı ki, onun bu il ərzində 30'unu yazmışıq zaten. 30 sınavı yazmışıq. Hələ bir şey 11-ci sinifə bir artıq yeniyəcək inşallah, önündə başlayacaq. İndi bunun cavablarını deyim, sonra da orada onun üstündə işləyərik. Mətinləri yazanda, inşallah, tapşırıqlarını demişdim də sizə, orada bir şey var, çoban var, bir dənə də gənc orada geolog var. Üçüncü şəxs kim olmalıdır? Sən olmalısan. O mətni oxuyanda sən orada olmalısan. Olmasan, yəni bunun belə hər hansı bir yerdə yazılmış bir qaydası yoxdur ki, bunu belə eləmək lazımdır. Mən də bir müəllim kimi sizə deyirəm ki, əgər orada o mətni daha çox üstəgəllə bitirmək istəyirsənsə, yəni o mətndə müvəffəq olmaq istəyirsənsə, orada üçüncü şəxs kim olmalıdır? Sən olmalısan. Getdik. Onun cavablarını deyim. Deməli, 11A, 12D, 13E. Bu üslubla bağlıdır. İzah edirəm. Başqa? 12 var mı? 12. Cümlələrin birində mətndə tünd qara hərflərlə verilmiş söz kontekstdəki mənasına uyğun işlənilməmişdir. Deyir ki, burada geolog ustaya əl verib, ondan köhnə dost kimi ayrıldı. Müəllim uşaqlarla sağollaşıb, sinifdən neynədir? Ayrıldı. Düzdür? Burada məsələn, palıd ağacı tam ortasından ikiyə ayrılmışdır cümləsi ilə. Mən sizinlə əllə görüşüb ayrılıram. Oradakı ayrılıq eyni mənadadır. Deyil. Bəli. İndi bunu bir dənə başqa bir nümunə vereyim. Məsələn, gəlmək var. Müəllim dərsə tam vaxtında gəlir. Oradakı gəlirlə, krandan su gəlir, krandan su gəlir. Oradakı gəlir eynidir? Yox. Onu daha demirlər aslında ya, məcazi və ya da həqiqi. O olsaydı zaten onu sizdən eləyərlər, soruşardı. Oradakı gəlirlə, oradakı gəlir nədir? Eyni mənada deyil yəni. Sonra, sevinç mavi gözlərinə görə digər qızlardan ayrılır. Bu hansı mənadadır? Fərqlənir, seçilir. Mən sənə əllə görüşüb səndən ayrılıq mənasında deyil. Tikintinin tez başa çatması üçün küllü miqdarda vəsait ayrıldı. Qırağa qoyuldu mənasındadır. O mənada deyil. Deyilə baxaq. Məktəbə çatanda qardaşım məndən ayrılıb öz sinif yoldaşlarından getdi. Bu da eyni mənada. Bu eyni mənada. Mən sizinlə görüşdüm, uşaqlar sağ olun, çıxıb getdim. Buradakı mənada mən məktəbin qapısına qardaşımla gəldim. Hacı ilə gəldim, içəri, o başqa sol tərəfə, mən də sağ tərəfə. Neynədir getdim, ondan neynədir? Ayrıldım yəni. Aydın oldu. Bu ayrılmaq həmin ayrılmaq mənasındadır. Eyə də baxaq, kədərli fikirlərdən ayrılıb işinə davam etməyə başladı. Uzaqlaşır mənasındadır. Bu ayrılıq o həm də məcazi mənasındadır. Aydın oldu. Ona görə də cavab orada oldu nə? Demək. Sonra? 14. Mətnində bu haqda 2 dəfə danışıldı. Mətni Hüseyin neçə dəfə oxudun? 2 dəfə. Bu sualı düz yazan var. Düz yazırsan. Orada hansı məqamda 2 dəfə danışılır? Nəysə haqqında 2 yerdə görə bilərsən. Bəli. Çoban və oğlunun arasında fikir ayrılığı var. Ayrılığı. 2 dəfə oldu o. Harada oldu fikir ayrılığı? Çərçivə alınmışda bu deyir, əskərlikdən gəldi, mənə dedi ki, mən atada elçi olmaq istəyirəm. Bu da dedi ki, birdən nəysə
sonra bunun həvəsi tez sönər. Kəndçidirlər axırlar. Kəndlə, torpaqla məşğul olan adamlar. Sonra onu deyir, neylər? Ondan dolar, bundan dolar. Hə? Ona görə də bir orada danışılır. Bir də bu uşaqla mərc edəcək, sana adı yox da. Deyir ki, ata, bu yerlərdə neft var. Mən deyir, olsa, mənə deyir, dostlarımla mənə şey verərsən. Qaymaq qonaqlığı verərsən. Qaymaq, təndir çörəyi, üstündə də bal, ayda, mətin qarışqalı. Sonra, sobanın oğlunun işsiz qala biləcəyindən doğan arxalıq. Neçədən məqamdadır o? Bir dənə. O çərçivə alınmış yerdədir. Sonra, neftin abadlığa səbəb olacağı da bağlı proqnoz. Kim göstərirlər? Məsələn, bunu səhv yazır kimsə, düzdür? Bunu göstərmək lazım ki, müəllim, bu hissə də var, bir də bu hissə də var. Bu səhv yazıb, bunun üstündən keçdiyi, sən tapmısan, bravo, onunla deyil də, göstər görüm haradadır. Hə, harada məsələn? Burada cümlə var ki, əmin mənim üçün vaxt təsəvvür lazımdır, neft gözü qazmaq, su gözü qazmaq etməsində, bəyaz durumlar yalnız təcrübə üçündür. Daha dəyərli rollar qazmaq üçün fikrinə gəlmişim, sağlı olsun neftin var özünə görə, hiç daha zəngin gözəl. Bəli, sözün düzü, mən buralarda sən deyən gözəllik görmürəm, amma o deyir ki, bu yerlər daxilən gözəldir və gözəlləşəcək, inşallah siz abone edəcəksiniz, görəcəksiniz. Bir burada var, bir də hansı yerdir? Buralarda da o şey var. Bu yerlər Hə. daha. Buralarda da həyat dirilər, neft bu yerlərdə neyə? Şöhrətləndirər. Dedikləri həqiqət olacaq. Neçə dənə məqamlar oldu bu? 2 dənə məqamlar. Bir dənə şey var, sobanın qarşısında şərtin qoyulması. Sobanın qarşısında şərti kim qoyur? Oğlu qoyur da. Elə deyil ki, diyor ki, buralarda neft çıxsa, dostlarımla mənə atana verəcəksən. Qaymaq qonaqlığı verəcəksən. Amma şəhərdən gələn gənc geolog buna neynəmir? Şeyləmir, yox, razılaşmır ki, mübahisə edəmir ona. Fikirləriz, yəni etik də deyildir ki, gələn bir adam gedib sən başqa bir yerdə, bu şeydə fikir vermək lazımdır. Getdiyin bir yerdə, tanımadığın bir adamdan başlayırsan eləməyəm, mübahisə eləməyəm. Haqlı da olsan, necə deyir o sözü, hər dediyin söz düz olmalıdır. Amma hər düzü hər yerdə eləməzsən, deməzsən. Burada var, neft var və yaxud da yoxdur. Onu daha neyən? Gələcək göstərər. Sən öz iş var. O onun oğludur. O daha da ondan səmimidir, onu deyə bilər. Çünki biz situasiyanın əvvəlini bilmirik, bu bədii mətindir. Fikirlərin Süleyman Vəliyevin əsasını eləmişdir, hazırlanmışdır. Yəni bu bədii əsərdir. Böyük bir əsərdir. Onun burasını kəsirlər, sadələşdirib və gətirib bu vəziyyətə salırlar. Əvvəlini biz bilmir yəni, nədir? Sonra bir də neçəmiz şey edirik, 15. Üslublardan, hansı üslubların adını çəkmişdik biz? İkisini nağd bilirik də. Biri bədii, biri də nədir? Publisistik. Mətin qarşımıza gəlir ha. Onun bədii olduğunu hardan bilirsiniz? Mən deyirəm, kitabda cüzündə nə deyir? Necə olur? Çox diyalog varsa, diyalog ola bilər. Sonra başqa, Yasin nə ola bilər orada? Epitet, təşbih, metafor, məcazlar, elə deyil. Obrazlar var ha. Yeri gəlsə orada, çox üst üstə, loru sözlərə yer verilə bilər. Vulqar sözlər, nələrdə olan, qeyri-etik olan sözlərə yer verilə bilər. Mətindir yəni, aydındır. Dialekt ola bilər, nə bilim, termin ola bilər. Onun içərisində olsun. O obrazların daxili aləmini açmaq üçün, düzdür? Məsələn, bir ziyalı aləmdən söhbət gedir bir mətin içərisində. Təbii ki, bunların danışıqları olacaq. Belə şeylər ola bilər, terminlər ola bilər, müəyyən bir şeyin tərifini verə bilərlər, elmi söhbətlər gedə bilər bunların arasında. Və yaxud da, məsələn, tutaq ki, bir detektiv əsər oxuyursunuz, mafiya var orada. Mafiya orada ayətdən, hədisdən təbii ki, nə biləcək, danışmayacaq da. Bunların danışığında jargon sözlər neyir, özünü göstərir. Argo sözlər özünü neyir, göstərir. Vulgarizm özünü neyir, göstərir. Varvarizm neyir? Varvarizm nədir? Varvarizm. O, məsələn, astronovka nədir dilimizdə? Dayanacaq. Var, biz ona nə deyirik? Deyirik ki, astronovka. Bu nədir? Bu varvardır. Məsələn, soyuducu sözü var, onun yerine nə işlədik? Xalademik işlədik. Bu varvarizmdir. Aydın oldu. Yəni, bu sözlərə də o dildə neyəyə bilərlər? Cəlil Məmmədin bu birinci qrupsuz, üçüncü qruplar bunu çox gözəl bilirlər. Məsələn, Cəlil Məmməd Quluzadəni oxuyurlar, o danışığı Kərbəlayzalın
danışığını vermək üçün, Qurbanəli bəyin danışığını vermək üçün görürsən ki, onların dillərində malades sabak. İt bunun qabağına cumulur. Ayağınız adına belə düşür, yalayır ayağınız adına falan. Malades sabak şey deyir. O malades nədir, sabak nədir? Necə bunu Cəlil Uzadı yaza bilər? Bizdə Cəlil bunu yazmır, amma kimin dilindən yazmır onu? Qurbanəli bəyin dilindən yazmır. İndi diyaloglara üstünlük vermə səhnə dilində yazılmışdır. Şola, siz 8-ci sinifdə ədəbiyyatdan nə edirsiniz? Ayrılıyorsunuz, düzdür. İndi ədəbiyyatda ən son oxuduğunuz əsər, ana əsər var deyə, Qanpoladza öz oğlunun qatilini nə edir? Bağışlayır, düzdür. Hə, orada ki, bir-biri ilə o diyaloglar şəklində, ana sonda görsən o oğlunun qatilini evdən qovur edir, çıx gel falan. O məsələn tutaq ki, monoloqlardır. Mötərizə içərisində aktyorlar və rejissorlar üçün sözlər yazır. Onlar səhnə deyil də, aydındır. Onlar bədii əsərlərdə olur. Düzdür, burada gənc geoloqla Çobanın arasında deyir, diyalog neyir? Özünü göstərir. Amma anadan sonra 9, 10, 11-də zaten də onsuz ədəbiyyat, məsələn tutaq ki, şeyə bilmişsiniz də olaraq, görə bilmişsiniz o mətnləri. O mətnlərin içərisində ki, adlar yazılır, Hüseyin Vaqif, Hüseyin Vaqif, replikalar verilir. O əsərlərə deyirlər, dram əsərləri. O dram əsərləri nə publisistik üslubda ola bilər, nə elmi üslubda ola bilər, nə gedirik evdə biz öz ailəmizlə, əhli əyalımızla danışırıq. Burada kimi danışmırıq ki, o üslub nədir? Məişət üslubu. Məişət üslubu da o 11-ci sinifin kitablarında da var, orada qəşəng nümunələr var. Bir-birimizlə danışdığımız danışırıq. O məişət üslubu deyil. Salam, əleyhə salam. Necəsən? Yaxşıyam. Gün dərsdən sonra nə edirsən? Boşam, bir işim yoxdur. Şuna gedə bilərik, gəl saat bir işim olacaq dərsdən sonra. Ondan sonra boşam. Görüşüb gedə bilərik, yaxşı sağ ol. Bu məişət üslubu ola bilər. Amma da burada adlarını çəkin, o belə ağzıma gələn danışıq məişət üslubu deyə bilməz. Təbii ki, ola bilməz. Sonra, xarakteri xüsusiyyət sərbəstlik və təbiilikdir. Bu məişət üslubu. Birlə işini yiyəməz burada. Uşaqlar, ola bilməz. Termin, dialekt, loru sözlərə yol verilə bilər burada. Düzdür. Çobandır da burada. Çobanı eləmirəm ha. Yəni, küçümsəmirəm. Yəni, onu balaca görmürəm. Sadəcə onun dilindən çobandır da. Hər hansı bir söz deyə bilər. Çıxa bilər. Elə deyil. Onu məsələn, tutaq ki, orada deyək məsələn, bu gözümü necə verirlər. Təbii danışırdır. Bu bədii üslubu xüsusiyyətidir. 3. Və nəhayət, obrazın nitqini fərqləşdirmək üçün sifatlardan istifadə edir. Sifat nədir? Soruşdunuz onu. İndidən deyəm ki, yaxızda qalsın. Başqasının danışığından nə edirsən? İstifadə edirsən. Mən məsələn, bir söz istifadə edirəm. Bu söz mənə aid deyil. Aydın oldu. Yəni, elə bir şeyim də yox ki, bir sözdür ki, hər danışdığım bir doğru olmalıdır. Amma hər doğrunu hər yerdə eləməzlər, deməzlər. Yəni, bu mənə aid olan bir söz deyil. Amma yəni, bu orada artıq nədir? Həmin adamdan üstad neyini götürmüş olur. Gəldik 16-cı suala. Son bir dənə sualda 2 dəqiqə vaxtımız var. Gedə var orada ya, gedə. Deyir oradan, əzabı heçə gedə. O hansı mənadadır? Məcazi mənadadır, poetik məcazi. İndi onu həqiqi işlət görün. Biz gələk gedək. Gələk biz falan yerə gedək. Formaca onu eləyə bilərsən, o gedə bilər. Formaca onu dəyişdirə bilərsən. Dayaz, harada o söz? Dayaz mı? Buyu dayaz ola bilər. Həqiqi yoxsa məcazidir? Həqiqidir. Bunun deməli, orada qabağına işarə qoyursan ki, bu həqiqi mənadadır. Və indi dayaz, məcazi necə işlənir? Dayaz düşüncə. Dayaz düşüncə, o çox dayaz düşüncədir. Çox dayaz düşüncəsən. Yeni mi bu? Yazma olar. Və sonuncu söz qoymuşdur. Şərt qoymaq. Mən məsələn bu markeri əlimdən yerə qoydum. Bu hansı mənadır? Həqiqi mənadır. Əlimdən markeri yerə qoydum. Amma şərt qoymaq üçün artması məcazi mənadadır. Onu da yazacaqsan ki, orada şərt qoymuşdur. Məcazidir. Həqiqi mənada onu eləyərsən, işlədərsən ki, müəllim əlindəki markeri nədir? Yerə qoydu. Yaxşı. Sonra, növbəti mətni var ha, lunatizm nədir? Bunun qalan suallarını inşallah biz müzakirə edərik. Qramatikadan elə heç nə demirəm, lunatizm mətnini sabah işləyirsiniz. Oldu. Sağ olun.